Sumqayıt şəhərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə marafon yarış keçirilib. Yarış elm və təhsil işçiləri Həmkarlar İttifaqının Sumqayıt şəhər komitəsinin təşkilatçılığı ilə baş tutub. Tədbirin keçirilməsində əsas məqsəd yaşlı nəslin sağlam həyat tərzinə marağını artırmaq, onların idmana olan həvəsini gücləndirmək və fiziki aktivliyi təşviq etməkdir. Marafonda 60 yaşdan yuxarı və təqaüddə olan ittifaq üzvləri iştirak ediblər. Yarışa ümumilikdə 40-a yaxın iştirakçı qatılıb. İştirakçılar arasında həm qadınlar, həm də kişilər olub. Elm və təhsil işçiləri Həmkarlar İttifaqının Sumqayıt şəhər komitəsinin sədri bildirib ki, belə tədbirlər yaşlı nəslin aktiv həyat tərzinin qorunması və onların cəmiyyət həyatında daha fəal iştirakının təşviqi baxımından mühüm əhəmiyyət daşıyır. İştirakçılar 60 yaş üzəri və təqaüddə olan ittifaq üzvlərimizdir. Belə bir tədbirin təşkilində məqsədimiz yaşlı nəslin daha da uzun ömürlüyə, daha çox idmana həvəsini artırmaqdır. İştirakçılarımız 40 nəfərə yaxın iştirakçı var. Qadınlar və kişilər. Qadınlar da təltif olunacaq, birinci, ikinci, üçüncü yer. Kişilər də təltif olunacaq. 67 yaşım var. Həm təqaüddəyəm, həm də işləyirəm. Bu Sumqayıt təhsil işçilərinin Həmkarlar Təşkilatının təşkil etdiyi bu qaçış marafonda mən də iştirak elədim. Yarış təşkilatçılarına təşəkkür edirəm. Həm gənclərə dəstəkdir, həm də gözəl bir motivasiya verdi. Həm də biz özümüzü yoxladıq ki, nə dərəcədə Tanrının verdiyi bizə ömrü, bəxş elədiyi sağlamlığı biz nə dərəcədə saxlamışıq. İkinci gəldim, yenə də kifayət. Qaliblərə diplomlar, fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunacaq. Günay Hüseynova, Şəmistan Fikrətli, Elbrus İsmailov bugün informasiya proqramı üçün.